avtomobillərində motor niyə dağılır? Və yaxud da çanqan avtomobillərini idarə edirsinizsə, motorun dağılmamağını istəyirsinizsə, yaxın gəlin. Bax bunu, bax bu iç remeni axıracan izlə. Bax bu nədir? Bax. Götür yaxından götür. Görürsən? Bax. Bu maşınlar sep motordur. Amma bunların iç remeni var. İç remen hardadır? Yağ nasosunun üstündə olur. Yağ nasosunda 50.000 plusdan sonra bunun açıb dəyişməyi sizə tövsiyə görülür. Düzdür, kitabında 50 plus yazır. Amma bizimki tökülən yağlara əsasən olaraq bunlar 50.000 probegdə dəyişməyi sizə tövsiyə görürəm. Olmadığı halda yağ nasosunun remeni qırılacaq və siz ustalarda qalacaqsınız. İnşallah ki, belə bir problemləriniz olmasın. Olarsa əgər, mən məmnuniyyətlə sizin xidmətinizdə, qulluğunuzdayım. 100% tam zamanətli şəkildə nə edirik? Bu üstdən çıxan remeni götürürəm, belənçiyinə. Bu partlayan, bu sıradan çıxmış remeni. Onun orijinallığına söz ola bilməz. Tam zamanət verirəm. Sizin üçün remeni dəyişirəm, qoyuram üstünə, sağ salamat getdin. Amma və amma, bir dənə əmma var burada. Amma ondan ibarətdir ki, bunun ucuzları var. 30 manata, 20 manata, 40 manata. Onu almayın. Alırsınızsa tam orijinalını alın. İstəmirsinizsə, ustalarda qalıb pul xərcləyəsiniz, ay usta bunu biraz aşağı elə, onda gəl yanıma, remeni dəyişim, rahat sür. Sizə xoş getdim.